Can we go out to play? Yes, but don't forget your hats, gloves, and warm coats. It's very cold outside. Salam dostlar. Gəlin bugün 3-cü sinif səhifə 70 və 71-dəki A Snowy Day adlı mətni oxuyaq, tərcümə eləyək. Əslində dostlar, bu mətn yox, şeir formasındadır. Biz sadə cümlələr şəklində oxuyacağıq və tərcümə eləyəcəyik. Let's get started. A Snowy Day. Qarlı gün. Dostlar, əvvəlki dərsimizdə baxmısınızsa, orada biz bunu izah elədik ki, snowy qarlı deməkdir. Sözün kökü snowdur, qar. Azərbaycan dilində necə qar, daha sonra qarlı sözünü düzəldirik. Qar sözün köküdür. L isə şəkilçidir. Qarlı. Burada da snow, qar, snowy, qarlı. Day, gün. Qarlı gün. Is it warm in the winter? Warm, mülayim, ilıq deməkdir. Hava üçün dostlar, biz bunu mülayim götürəcəyik daha çox. Winter, qış. Qışda mülayim olur. No, not today. Yox, bugün yox. Ben and Val have a question. Can we go out to play? Ben ilə Val'in, dostlar bunu Val deyə tərcümə eləyə bilərsiniz Azərbaycan dilində, Val deyə də tərcümə eləyə bilərsiniz. Ben ilə Val'in sualı var. Question, sual. Dostlar, bəzən burada question sözü ilə bağlı biraz mübahisələr yarana bilər. Question mı, yoxsa question mı? Lüğətdə tələffüz forması question verilir. Sadəcə danışıq dilində biz ümumiyyətlə sözləri ifadə eləyəndə hər hansı səslər düşə bilər. Tələffüzdə, yəni orfoepiyada verilən şəklindən fərqlənə bilər. Question-da o cəhətdən question yazırıq, deyəndə sadəcə sürətlə dediyimizə görə question çıxır. Sanki orada ç səsi yoxdur. Question, question. Hər iki formada deyə bilərsiniz. İstəyirsiniz question deyin, istəyirsiniz question deyin. Hər ikisi danışıq dilinə uyğundur. Cümləmizi bir də deyək. Ben ilə Val'in sualı var. Can we go out to play? Play oynamaq, go out bayıra çıxmaq, yəni çölə çıxmaq. Can isə burada dostlar icazə mənasındadır. Uşaqlar deyirlər ki, biz çölə çıxıb oynaya bilərik. Oynamaq üçün bayıra çıxmaq istəyirlər, bunun üçün də icazə istəyirlər. It is cold outside. Dostlar, outside bayır deməkdir. Out ümumiyyətlə çöl, bayır, kənar deməkdir. It's cold outside. Bayırda soyuqdur. Cold, soyuq. Dad doesn't like snow. Atanın qardan xoşu gəlmir. Like xoşlamaq deməkdir, amma burada doesn't verdiyinə görə biz bunu inkarda deyirik. Yəni, atanın qardan xoşu gəlmir. Ata qarı xoşlamır. Put on your boots and then you can go. Dostlar, put on geyinmək deməkdir. Boots çəkmələr, uzun boğaz çəkmələrdən söhbət gedir burada uşaqların görüş ayaqlarına. And then, ondan sonra və daha sonra, then sonra, daha sonra deməkdir. You can go. Siz gedə bilərsiniz. Bütöv cümləmiz isə belə olacaq. Çəkmələrinizi geyinin, ondan sonra gedə bilərsiniz. Ben and Val are outside next to Dad's van. Ben ilə Val bayırdadılar. Atanın furqonunun yanında. Baxın dostlar, atanın furqonu buradadır. Maşınla söhbət gedir dostlar. Van nəqliyyat növüdür. İndi sizə şəkillərini göstərəcəm. Bunlara van deyirlər. Atasının da maşınının sadəcə arxa hissəsi görünür. They are making a snowman as big as they can. They are making, onlar düzəldirlər. Make düzəltmək deməkdir. Snowman qar adamı. Snowman sözü dostlar özü də iki hissədən ibarətdir. Snow və man sözləri. Snow, qar, man, adam. Snowman, qar adamı. As big as they can. Bacardıqları qədər böyük. Yəni, qar adamı düzəldirlər. Bacardıqları qədər onu böyük düzəltməyə çalışırlar. Cümləmizi isə bütöv belə deyək. Onlar bacardıqları qədər böyük qar adamı düzəldirlər. Look, there is a fox. Fox dostlar, tülkü deməkdir. Bax, orada tülkü var. Out in the snow. Bayırda, qarın içində.
It jumps into the box of snowman's clothes. O, qar adamının paltarları olan qutunun içinə tullanır. Uşaqlar qar adamına papaq, şərf, üstünə nə qoyacaqlarsa onu gətiriblər qutunun içində. Bayırda olan, qarın içində qalan tülkü də bunu görür, hoppanır içinə. The very next morning, it's rainy. Oh no, there is no more snowman and no more snow. The very next morning, dostlar, həmin günün səhəri, yəni onlar Qaradamı düzəltdikləri günün tam səhərisi. Elə həmin səhər hava yağışlıdır. Dostlar, burada hava sözü olmasa da it's rainy sözü var və biz burada hava sözünü əlavə edə bilərik. Həmin günün səhəri ya da növbəti səhər yağışlıdır. Yəni yağışlıdır Azərbaycan dilində sanki yarımçıq qaldı. Burada hava sözünü əlavə edə biləriz. Hava yağışlıdır. Oh, yox. There is no more snowman and no more snow. No more yəni daha yoxdur mənasındadır. Daha qar adamı yoxdur, daha qar yoxdur. Və bütöv cümlə daha qar adamı və qar yoxdur. Belə dostlar, ümid edirəm sizin üçün maraqlı oldu. Fikirlərinizi rəy bölməsində gözləyirəm. Have a nice day. Bye bye.